Sənə edilən yaxşılıqları unutma. Həsən Əlbəstər Rahiməllah deyirdi: İnsanlara təşəkkür etməyən Allaha da şükür edə bilməz. İbn Qayyim Rahiməllah isə belə deyirdi: Qəlbin sərtləşməsinin səbəblərindən biri də nemətləri və yaxşılıqları unutmaqdır. Unutma, sənə edilən bir yaxşılıq belə Allahın sənə bir lütfüdür. Onu yadda saxlamaq həm əxlaqdır, həm də imandandır. Kim yaxşılığı unudarsa, qəlbində nankorluq böyüyər, nankorluq isə bərəkəti aparar. Ona görə də yaxşılıq görsən, onu unutma, dua et, təşəkkür et və əvəzini gözəl şəkildə qaytar.